Bu reseptlə sizin dovğanız çürüməyəcək və ideal hamar dovğa bişirəcəksiniz. Belə, masaldan gələn göyərtilərimin sonu bu oldu. Burada gördüklərinizin hər biri masaldan gəlib. Masalı göyərtisi ilə dovğa bişiririk. Mən öz üsulunu bişirəcəm. Hər biri, baxın, bunların gözəlliyinə baxın. Təmizləyib yığmışam bu arada. Qatığı neyini? Qatığı qoyaq bura. Mən öncədən təmizləyib yığmışam. Amma yumamışam. Balaca doğrayacağım. İlk öncə dağ keşmişindən başlayıram. Dağ keşmişi. Miqdarlarını hər birindən nə qədər istifadə edəcəm. Sonra yazacaq. Əslində gözə yağı eləyəcəm. Hər şeydən. Dovğaya gözə yağı eləyəcəm yəni. Bunun iyisine bak, çok qəşəngdir. İndi göyərtilərin bol olan vaxtıdır. Rayonda göyərtilərin bol olan vaxtıdır. İnanırsınız, evdə o qədər göyərti var. Bilmirəm ki, o göyərtiləri mən nə edeyim, o qədər göyərti var evdə. Fikirləşirəm ki, göyərti çox olsa, mən 1 kiloluq banka götürmüşəm. Göyərti gördüm çoxdur, biraz da göyərtidən nə var? Beynimə nə gir, sonra eləyəcəm. Keşniş. Biz dovğaya soğan vurmuruq, siz vurursunuz. Xanımlarda görmüşəm, dovğaya həm kələm vururlar, həm də soğan vururlar. Təsəvvür edə bilmirəm də mən onu. Nə qədər eləyirəm, təsəvvür edə bilmirəm ki, o necə dadı olar yəni. Kələm dovğa, kələmlə dovğa. Necə olar? Daha sonra soğanla dovğa pişirirlər. Yəni, fikirləşirəm ki, inanırsınız, şey deyə bilmirəm ki, onlar ikisi bir yerdə necə bir dadda olarlar. Xırda doğrayacağım. Ayran aşı. Bizdə ayran aşı da deyilir. Daha eşitmirəm, amma çox eşitmişəm. Çox eşitmişəm uşaq vaxtı. Bilmirəm, sizlərdə nə deyirlər? Ayran aşı eşitmişsiniz heç. Məncə cənub tərəfdə ayran aşı çox deyilir. Düzdür? Yəni bizim evdə deyilir, eşitmişəm. Kəvər. Deyir ki, kəvər əgər ki istifadə eləyəcəksənsə, sarımsaqdan istifadə eləmə. Mən də sarımsaq dovğanı mən sarımsaqsız təsəvvür eləyə bilmirəm. İndi rayonda göyərtilərin çox olan vaxtıdır, düzdür. İndi rayonda olan izləyicilərim var, onlar daha yaxşı bilərlər, elə bilirəm. Bizdə məsələn bizim qohumlar var rayonda, onlar hamısı göyərti əkirlər. Yəni həmişə bu göyərtiləri görmək olmaz rayonda. Əminəm ki, indi çoxdur ki, bu qədər yollayıblar. Necə ki şey qutabda hazırlamaq olar. Şut. Hop. Deyilənə görə tərənin çox yaxşı dolması düşürmüş. İnanırsınız, evdə nə qədər tərə var. İstəyirəm ki, dolmasını hazırlayam, onun dadına baxam. Belə necə olacaq. Bu biraz turş eləyəcək məncə. Mən də dovğanı biraz turş sevirəm. Burada nə qədər spanaqlar var, indi hamısını doğrayacağım. Cənub tərəfdə ən çox əkilən məhsullar kartof, göyərti, bir də Cəlilabad tərəfdə pirişib, bilərlər mənim izləyicilərim yəqin ki, Cəlilabad pirişib, pirişbədən deyirdilər, başqa elə pirişib idi da, deyəsən. Orada da mənim bilgilərim qalır və çiyələk. İndi də son zamanlarda elə bilirəm ki, çiyələyə keçirlər, daha çox əkirlər. Çiyələkdir, göyərtidir, kartofdur, bizim cənub tərəfdə, bizim masallıda, yəni mən özüm masallıdanam. Bu arada mən masallı qızıyam. Cənub tərəflərin qızıyam. Hazırdır. Doğrayandan sonra nə edirəm? Belə suyu da bunu qəşəngcə isladacağım. İsladandan sonra yuyacağım və yenidən yığacağım. Bunu
qorapalana. Yeniden yığacağım süzgəcə və hazır. Bu gedir ora. Bizə lazımdır. Qəşəng. Bunu bir sıradan qarışdıracağım. Deməli bizə lazım olacaq 3 litr qatıq. Buraya da eləyəcəm indi. Eç qatıqda düşmək bilmir. Yumurta. 3 litr qatığa hər 1 litrə 1 ədəd yumurta gedir. Yumurta bilirsiniz bunun çürüməyinin qarşısını alır. Məndə 3 litrdir. 3 ədəd yumurta vuracam. Hər 1 litrə 1 qaşıq un vururam mən. Deməli 3 qaşıq un lazımdır bizə. Uy. Un. Və bunu yaxşıca çalırıq. Yəni qarışdırırıq. Və yumru düyü. Mən yumru düyünü öncədən qaynatmıram. Bunun içində bişir. Yəni illərdir belə bişirirəm mən. İllərdir elə bunun içində bişir. Heç problem yoxdur. Topak qalmayıb. Bu görsənənlər də yumru düyüdür. Bu görsənən qalmayıb içində. Yaxşı həll eləmək lazımdır ki, göründüyü kimi hamar olsun. Çox qəşəngdir. Elə o qədər xoşum gəlir ki, belə görsənəndə, baxanda belə hamar görsənir. Görürsünüz? Çox qəşəngdir. Dayanmadan qarışdırmaq lazımdır. Dayanmadan qarışdırsanız heç bir çürümə olmayacaq. Onu elə istəyirəm. Oy. Qaynamağına az qalmış. Noxudu da əlavə elədim. Masaldan gələn göyərtinin iyi, dadı, gözəlliyi bir başqadır. İyi bütün evi götürüb. Deyim ki, rayonuna gələn, indi bu çürüyəcək burada. Gəlləm indi bir saniyə. Bir də onu deyim ki, rayondan gələn göyərti günlərlə qalsa da xarab olmur. Amma buradan gedirəm mən məsələn bazardan göyərti alıram. 2 gün. O da verdikləri göyərti nədir ki, 2 dənəni belə yan-yana bağlayıblar, elə satırlar. Yəni insan ləzzət ala da bilmir. Biraz da qarışdırıb masab o doğra sürməyəcək. Sonra da gəlin başa sal ki, çürüməyən doğra pişirir. Dayanmadan qarışdırmaq lazımdır. İndi mən bunu izləyicilərimə deyirəm, amma özüm eləmirəm burada. Amma həqiqətən əlimi piştaniyə belə saxlamamışamız var. Tamam, qaynayır artıq. Göyərtini əlavə edirəm. Göyərtini ki, hansı ki içinə əlavə elədik, onda tez götürüb içməyi daha çox sevirəm. Tuzunu ən sonda əlavə edirəm. Dolma artıq hazırdır. Dolma hazır olandan sonra göyərtidən inanın o qədər çox qaldı ki, yəni fikirləşdiyim kimi də əslində. Baxın görün göyərti nə qədər qaldı. Bunu necə dəyərləndirə bilərəm? Fikirləşdim ki, bizim ailə böreği çox sevir. Ümumiyyətlə göyərtili yeməkləri biz çox sevirik. Fikirləşdim ki, börək. Azərbaycan sayağı börək eləyim. Çünki niyə görə Azərbaycan sayağı bütün göyərtilərdən var burada. Mən həmişə qeyd edirəm də. Deyirəm ki, mən bunu pişirəndə, bu böreği pişirəndə bütün göyərtilərdən istifadə edirəm. Deməli, biz bütün bildiyiniz bütün göyərtilərdən burada var. Daha sonra bura düşür. Bildiyiniz bütün göyərtilərdən var burada. Daha sonra göyərtilərini böyük doğrayın. Balaca doğramağa ehtiyac yoxdur. Bunu ilk önce her şeyin çətininə getməyək də. Niyə çətininə getməliyik? Belə, bu hazır. Daha sonra nə edirik? Sosunu hazırlayacağım. Mən standart illərdir hazırladığım sosdur. Məndə indi çoxdur göyərti, həm də qabım 2 stəkan qatıq, 1 stəkan, bu böyük stəkanı, yəni 200 ml-dir. Bu deyil, buradakı bizim bildiyimiz, evdə istifadə elədiyimiz 200 ml stəkanlar var. Baxın, bu ondan o qədərdir. 200 ml yağ, az da edə bilərsiniz, amma mən yağına az olanda mənə quru gəlir, sevmirəm. 2 yumurta tez eləyəcəm. Ayrı-ayrı vuracağım. Son vaxtlar yumurtalarda nəsə xoşa gəlməz şeylər görüyorum. Bildiniz özünüz.
yumurta. Bu sosu mən çox sevirəm. Bu sosları da mən çox bu sosu mən çox sevirəm. Deyim niyə? Çünki çox yaraşır. Çox yaraşır. Yəni bu sos məncə, baxın, bu sos məncə ürəyin gözü bebeğidir. Yəni belə bir gözü bebeğidir. Çox yaraşır. Yenə əlinizdə çalışsınız. Mikser ehtiyac yoxdur. Mən mikserin əliniyəm. Oldu da, mikserə nə ehtiyac? Bax, mikserə nə ehtiyac? Oldu, əlinizdə oldu. Bir də mikseri açın. Onu sonra açın, yuyun. İkinci kapatmağa ehtiyac yoxdur. Mikser. Əlinizdə belə qarışdırdıq. Hazırdır. Bura yağ. Hanı mənim yağ qabım? Valla mənim yağım bitir. Bu çox uzun müddətli ki, mən börək pişirəndə mütləq yağlı kağıt sərirəm, çünki yapışır. Başqa bir əlacım var, başqa bir yolunu bilən varsa yapsın. Yəni, mən də yapışdığı üçün ən rahatı yağlı kağıt sərməkdir deyə düşünürəm. Götürdük bu sosdan, bunun hər tərəfindən yayırıq. Mən ən rahatını və ən asanlığını edirəm, hər şeyi. Düşünürəm ki, siz də yararlanırsınız bundan. Yəni, bir videoda 2 resept. Bu video bəyənilməsin, neynəsin? Bəyənilməsin, neynəsin? Mən oradan baxıram, takipçilərimin bəzi, heç mənim o bayramda olan takipçilərim mənə dəstək deyirlər. İnanırsınız, mən bir həvəslə çəkirəm bu videoları. Hətta bəzən elə bilirəm ki, siz mən oturmuşam, söhbət edirəm yəni. Keşke elə üz-üzə olsaydıq, söhbət eləsəydik, tanısaydıq birbirimizi. Belə, görürsünüz də yəni, tez-tez, tez-tez. Niyə görə tez-tez onu da deyim sizə. Oğlum hazıra gedəcək, orada bu dəqiqə startda dayanıb. Baxın, orada startda dayanıb, məni gözləyir. Mənə də dava eləyir ki, niyə işi gecikdirirsən, sən çəkiliş eləyəndə. Bunlar niyə yapışıb bir-birinə? Köhnə də olur, buranın malları. Deyim, niyə yapışmısan sən? Sən ola niyə yapışmısan? Ben niyə yapışdırdım sən? Kuzunu qara eləmə. Hazır. Evet, yapışıb dönür, hər tərəf neyini? Mən için gördünüz, üçdük, yaxına. Yəni 40-40 eləyirsiniz də, 40-40 olur. Oradan görsəniz, əsas birinin ikisini qoymaqdır. Narahat olmayın, bu bizi narahat eləməyəcək. Amma əsas odur ki, yapışmasın. Yapışır. Onun o sosu yapışdırır. Yəni, onun yolunu bilən varsa, mənə də deyim, mən balıq. Mən də öyrənərəm, nə olasın. Öyrənərəm, sanımı deyəcələr. Kim bilirsə desin. Əsas birinin ikisini qoymaqdır. Ətli eləyənlər də var. Mən ətli sevmirəm. Göyərtili sevirəm. Zövqdür. Ürəyiniz ətli istəyəcək, ətli eləyin. Əti qovurursunuz, tərəflərinə qoyub quruşq olmasın. Sonra kim yiyəcək? Ülviyə qalacaq. Əti də qovurursunuz, elə heç xəmir açmağa ehtiyac yoxdur. Açın, alın hazır yuxalardan və yaxud ya da hazır satılan bişməyən yufka deyirlər də, üstünə yufka yazılıb. Bişməmiş yuxalardır. Alıb onlardan da istifadə edə bilərsiniz. Özünüz də evdə xəmir yoğura bilərsiniz. Onun da hər ehtimala qarşı mən reseptini yazırdım. Hazırdır. Hazır olandan sonra əlimizdəki, qabdakı nə qədər sos qalacaq, hamısını üzərinə əlavə edirsiniz. Mütləq üzərinə əlavə edilməlidir. Onda daha yumuşaq, daha dadlı olur. Sonra da üzərinə qara çörək əlavə edəcəm. Hava qaraldı, və mənim işim bitmədi. Yəni gül yeyə bilməyəcəksən, bir də getdi sabah yeyəcəm mən bundan. Dadına belə baxmayacaq. Mən bitirəcəm. Sən bitirəsən. Bu arada bu videonu çəkən mənim oğluşumdur. Bunu qoyuram bir kənara soyusun. Bu soyuyana kimi məmnunam. Onu da qeyd edeyim ki, mən bəzən, məsələn, dolğanı hazırladım. Bəzən gedib gəlirəm, belə qarışdırıram ki, üzərinə belə qaymaq falan, necə deyirlər? Qasmaq deyirlər. Belə dayanmasın da, yəni şey bağlamasın, pərdə kimi bağlamasın. Nə deyirlər ona? Nə deyirlər onu, bilmədim, nə deyirlər? Bəzən belə dolğa deyirəm sizə. Həm rəngi açıqdır, tərifləmək kimi olmasın. Orada necə görsənir bilmirəm. Bu ışığı da yandırım, görün hələ. Bunu yandırdıqca qaralır içəri. Həm rəngi çox qəşəng durudur, həm də içi hamardır. Elə bir çətin bir şey. Mən elə gəlir ki, ümumiyyətlə
Doğğa bişirmək elə bir çətin bir şey deyil. Bir də burada problemimiz çürməkdir. Çürmək. O da diqqət eləsək, yumurtanı qarışdırmağını, göyərtisini təmiz yusaq, biraz quru etsək, sulu bura əlavə eləməsək, məncə heç bir problem olmayacaq. Yəni çürüməyəcək. Hazır. Görün nələr eləmişəm. Mən nələrsə söz yox. Bundan yeməmişəm mən. Bundan mən sabah yeyəcəm, çünki mən pəhrizdəyəm. Belə baxa-baxa qalacam. Amma uşaqlar yedilər, ipiklər yedilər, dedilər, mama süpərdir. Pişiririk. Böyük qazanda pişiririk. Mən elə uşaqlıqdan bilirəm, mamam böyük qazanlarda pişirirdi olanı. Onun üçün biz çox vaxt nə edirik? Belə kilolu bankalara, əminəm ki, bir çox xanımlarımız bizim kimidir. Belə kilolu bankalara yığırıq. Uzun müddət saxlaya bilərsiniz. Onlara yığacağım belə qəşəng-qəşəng. Bu qabını deyəsən onu götürdüyüm biraz. 2 saata yığaram, Allah qoysa. Ha, bu qabları nəysə yığacağım mən, indi gəlirəm. Yığım gəlirəm, yaxşı. Deyirsinizsə, əgər ki siz də istəyirsinizsə doğanı çürüməsin və hamar olsun, mütləq mən dediyim reseptə əməl edin. Hələlik, nəhayət ki. Bax, mən pəhrizdəyəm.